Salam pulgirlər. Bugün mən sizə bəşəriyyətin ortaq valyutası hesab olunan qızıl haqqında geniş məlumat verəcəm. Bir düşünək, niyə bir metal parçası bu qədər dəyərlidir? 100 illərdir, hətta 1000 illərdir ki, niyə o zənginliyin simvolu sayılır? Bundan başqa qızılın əyarı, unsiyası, kapitalizasiyası və bizim bildiyimiz klassik zinət əşyası yatırımından başqa qızıla hansı yatırım növləri mövcuddur? Bu barədə ətraflı məlumat verəcəm. Dostlar, özü kimi parlaq hekayəyə başlamamışdan əvvəl nə edirik? Kanala abunə olub like edirik ki, bu məlumatlardan çoxları faydalansın. Biz pulun yaranması haqqında danışanda dedik ki, barter sistemindən sonra kağız pullar yaranmamışdan əvvəl insanlar sikkə pullardan istifadə ediblər ki, bu sikkə pullarının tərkibində qızıl, gümüş, mis və digər əlvan metallardan təşkil olunub. Və bu bir daha özü göstərir ki, qızıl necə tarixi bir qədim həm investisiya, həm də valyuta metodu kimi istifadə olunub. Bu sarı parlaq metalı dəyərli edən onun korroziyaya və əzilməyə davamlılığı, yüksək ərimə nöqtəsinin olması, tək-tək tapılması, nadir metal olması, onun əldə olunmasının prosesinin çətinliyi və məhdud sayına görə qızıl 100 illərdir, hətta 1000 illərdir ki, öz dəyərini qoruyub saxlaya bilir. Qızılın əyarı. Əyyarlılıq qızılın saflığını göstərən bir amildir. Qızılın əyyarlılığı 14, 18, 22 və 24 əyyarla ölçülür ki, əyyar nə qədər yüksək olsa, onun tərkibində saf qızıl daha çoxdur. Dostlar, qızıl bildiyimiz kimi dağ və mədənlərdə istehsal olunur ki, o süxurların tərkibində qramlarla, hətta milli qramlarla toplanaraq külçə şəklinə salınır ki, bu külçə də 99.99% saf qızıl hesab olunur və onun əyyarı 24 əyyarla ölçülür. Digər zinət əşyaları isə o külçə qızılın müəyyən ərimə temperaturunda onun tərkibinə mis və digər əlvan metallar əlavə olunaraq o üzük, biləzik, seyf və sair digər formaya salınır. Onun da əyyarı tərkibində qızılın faizi nisbətən azalır. Ona görə də yüksək əyyarlı qızıl nə qədər onun tərkibində saf qızılın olduğunu göstərir. Ümumiləşdirsək, yəni dostlar, əyyar nə qədər aşağıdırsa, onun tərkibində demək başqa metallar var ki, ən çox da zərgərlik məlumatlarında 18 və 22 əyyar qızıldan istifadə olunur ki, bu da onun möhkəmliyinin də bir növ göstəricisi hesab olunur. İndiyə qədər qızıl 208 min tondan çox istehsal olunub ki, bu da ən çox zərgərlikdə və mərkəzi bankların anbarlarında saxlanılır. Ən çox qızıl istehsal edən ölkələr Çin, Avstraliya, Rusiya, Kanada və Amerika Birləşmiş Ştatlarıdır. Amma buna baxmayaraq ən çox qızıl ehtiyatına sahib olan ölkələr isə Amerika, Almaniya, Fransa, İtaliya, Rusiya, Hindistan, Çin və s.lərdir. Qızılın dəyəri beynəlxalq bazarlarda bir unsiyaya əsasən hesablanır ki, bu unsiyada, daha doğrusu troy unsiya deyilən bir anlayışdan istifadə olunur ki, bu da İngilis vahid ölçü sisteminə əsaslanır. Bir troy unsiya, yəni qısaca desək bir unsiya qızıl 31.1 qram qızıla bərabər deməkdir. Yəni qızılın unsiyası bugünkü qiymətlə 3300 dolların üzərindədirsə, yəni bu o deməkdir ki, 31.1 qramı 3300 dollardır. Buradan bəs belə bir sual yarana bilər ki, biz qızıl zinət əşyası almağa gedəndə satıcı bizə qramına əsasən qiymət deyir. Bəli, o satıcı da günün kursuna əsasən unsiya qiymətinə görə 1 qram qızılı hesablayıb sizə deyir. Qızılın kapitalizasiyası qlobal bazar dəyərini göstərir. Bəs bu necə ölçülür? Dostlar, az öncə söylədiyim kimi qızılın indiyə qədər hasil olan qızıl 208 min tondan çoxdur ki, bunu bir cari unsiya qiymətinə vuraraq onun ümumi bazar kapitalizasiyasını almış oluruq ki, hal-hazırda bu 22 trilyon dollar civarındadır. Nümunə üçün bildirim ki, dünyanın ən böyük şirkətlərindən biri olan Microsoft şirkətinin bazar dəyəri 3.4 trilyon dollar civarındadırsa, ən məşhur kriptovalyuta hesab olunan Bitcoin'in bazar dəyəri isə 2 trilyon dolların ətrafındadır. Və buradan bir daha qızıl öz tarixi dominantlığını, öz krallığını göstərir ki, bunlar məsələn Bitcoin'lə elə qızıl arasındakı fərq 10 dəfədən də çoxdur. Yəni bazar kapitalizasiyası nəzərdə tuturam. Dostlar, 208 min ton qızıl əslində bizə çox görsənə bilər, amma mən indi real nümunə üzərindən sizə deyim. O
biz kubmetr şəklində desək 22 kubmetr. Bu da hardasa 7 mərtəbəli bina qədər edir. Mərkəzi bankların qızıl siyasəti. İnkişaf etməkdə olan və inkişaf etmiş ölkələr qızıl ehtiyat, mərkəzi bankları qızıl ehtiyatı saxlamağa daha çox üstünlük verirlər. Amma az inkişaf etmiş ölkələr bundan biraz yayınırlar. Bunun da bəzi səbəbləri var ki, bu ölkələrə misal çəksək, Əfqanistan, Mozambik və Xırda-ada ölkələrini nümunə göstərə bilərik. Bunun səbəbi nədir? Orada qeyri-müəyyən iqtisadi səbitlik, böhran və ya müharibə vəziyyətinin olması, qızılın saxlanması və təhlükəsizliyinin çətin və baha başa gəlməsi, eyni zamanda qızıl saxlayanda likvidlik problemləri yarandığından o ölkələr daha çox dollar və evroya üstünlük verirlər. Yəni mərkəzi bankları daha çox dollar və avro valyutası saxlamağa ehtiyac kimi üstünlük verir. Bəs niyə dostlar inkişaf etməkdə olan və inkişaf etmiş ölkələrin mərkəzi bankları daha çox qızıl ehtiyatına üstünlük verirlər? Bunun da bəzi bir neçə səbəbləri var ki, qızıl öz dəyərini qoruyur, yəni inflyasiyadan təsirlənmir. Bundan başqa valyutalara alternativdir, yəni dollara, evroya qarşı risklərdən qoruyur. Digər bir nüans isə siyasi və iqtisadi qeyri-müəyyənlikdə güvənli liman rolunu oynayır. Yəni böhran vəziyyətində, müharibə vəziyyətində, eyni zamanda devalvasiya zamanı qızıl dəyərini sabit qoruya bilir. Digər əsas məqam isə qızıl həm də bir etimad simvoludur ki, o ölkəyə və oranın maliyyə bazarlarında investorlara qarşı güvən yaradır. Bunu belə desək, məsələn biz Əfqanistan və ya Mozambikin iqtisadiyyatından çox, təbii ki, Amerika və inkişaf etmiş digər ölkələrin iqtisadiyyatına yatırım etməyi üstün tutaraq. Dostlar, gəlin bu il qızılın fundamental analizini, yəni may ayına, yanvar ayından may ayına qədər təhlil edək. Demək dostlar, qızılın bir unsiyası yanvar ayında 2600 dollar civarında idi ki, bu Trump prezident seçiləndən sonra aprel ayında öz tarixi maksimumlarına çatdı. Hardasa 3400 dolların üzərinə çıxdı. 2025-in may ayıdır hal-hazırda və bu zaman isə qızılın qiyməti hal-hazırda bugünkü kursla 3300 dollar civarında dövr edir. Bəs bu niyə belə oldu və niyə baş verir? Dostlar, Trump seçiləndən sonra dünya ölkələrinə, xüsusilə də onun ən böyük rəqibi hesab etdiyi Çinə qarşı bir iqtisadi müharibə elan elədi ki, bu iqtisadi müharibə ən çox da gömrük tariflərindən ibarət idi ki, o zaman dünyada bir qeyri-müəyyənlik, stabillik yarandığından deyə investorlar digər səhmləri sataraq, eləcə də bəzi kriptovalyutalardan daha çox güvənli qalxan rolu oynayan qızıla yönəlməyə başladılar. Burada digər bir amil isə o idi ki, dostlar, Çinin hal-hazırda bir siyasəti var ki, dollarizasiya, yəni ki, dollardan yayınmaq, öz valyutasını daha dollara nəzərən üstün tutmaq istəyir və ona görə də oranın mərkəzi bankı, yəni Çinin mərkəzi bankı daha çox dolların əksinə qızıl rezervini çoxaltmağa başladı və bu da qızıla tələbatı artırdığından qızılın qiyməti öz tarixi maksimumlarını yenilədi. Təbii ki, indən sonra proses necə gedəcək, bunu zaman göstərəcək, bunu heç kim deyə bilməz. Hə dostlar, indi isə gəldik çıxdıq mövzumuzun ən əsas və ən həssas hissəsinə. Qızıl yatırımının növləri nələrdir? Bildiyimiz bizim klassik metod var ki, o fiziki qızıla olan yatırımdır. Yəni zinət, qızıl zinət əşyasına və ya külçə şəklində qızılı alıb saxlamaqdır ki, burada da bəzi risklər var. Onlar saxlamaq və onun təhlükəsizliyidir. Digər bir məsələ ETF şəklində qızıla investisiya etməkdir ki, bu ETF-lər, yəni birjalarda ticarət olunur və qızılın qiymətinə indeksləşmiş qiymətli kağız hesab olunur. Digər bir metod qızıl qiymətinə indeksləşmiş coinlərdir, yəni blockchain-də yığılmış coinlərdir ki, bunu siz kriptovalyuta birjalarından ala bilərsiniz. Məsələn, ən məşhur olan Binance-da bu PEXC kimi görsənir və bir PEXC elə bir unsiya qızılın qiymətinə bərabərdir. Başqa bir metod isə dostlar, qızıl istehsalı ilə məşğul olan dağ mədən şirkətlərinin səhmlərinə yatırım eləməkdir ki, siz bununla da qazanc əldə edə bilərsiniz. Bizim ölkəmizdə ən çox yayılmış metod təbii ki, fiziki qızıl alıb saxlamaq metodudur ki, burada da bəzi incə nüanslar var. İstəyirəm onlar haqqında bir-iki kəlmə sizə deyim. Demək dostlar, biz qızıl, yəni qızıl zinət əşyası alanda, xüsusilə də məsələn üzükdürsə və ya bilərzik
biləzik setdirsə, onun üzərində daşqaşlar da olur. Təbii ki, bahalı brilliant da ola bilər, almaz da ola bilər. Təbii ki, bunlar çox az faiz təşkil edir. Digərləri isə biz alanda ona müəyyən dəyər ölçülür, amma biz onu geri satmaq istəyəndə ancaq qızılın qramını hesablayırlar, üzərindəki o daşqaşı hesablanmır. Bu onu göstərir ki, bəzi daşqaşlar bildiyimiz, yəni çox dəyərsiz, yəni qlobalda bir dəyəri olmayan bir daşlardan ibarət olur. Ona görə də əgər saxlamaq istəyiriksə, çalışmalıyıq ki, biz qızıl alanda, yəni üzərində daşqaşı minimum olan, xüsusilə də o tros seplər satılır ki, tros seplər, biləziklər və ya qaşsız üzüklərə üstünlük verək ki, sonra bizə anidən nəsə lazım olsa, onu satmaq istəsək, yəni çox pul itirməyək. Ən azından biz saxladıqca o dəyərə minsin. Dostlar, bu mövzunu digər bir nüansını sizə göstərmək istəyirəm. Yəqin ki, aranızda şahid olan olub buna. Demək, daşqaşlı zinət əşyasını aparıb biz banka qoyub əvəzinə kredit götürmək istəyəndə, bank onun qaşını, üzərindəki daşqaşı yox, sırf qızılın qram hissəsini hesablayaraq bizə kredit, yəni onun məbləğində bizə kredit ayırır. Yəni bu da bir daha mən az öncə danışdığıma bir sübut olur ki, çalışmaq lazımdır ki, daşqaşı yox. Əgər təbii ki, xeyir işdə sırf məqsəd onu taxmaq, göstərişdirsə, hə, bu başqa. Amma yatırım kimi onu saxlamaq, onu sonra ondan bir xeyir görməkdirsə, burada təbii ki, daşqaşın minimumu olan qızıla üstünlük vermək lazımdır. Dostlar, sonda isə sizə qızılı dar gündə alıb saxlamağı yox, xeyir işə, yaxşı günlərdə investisiya etməyi arzu eləyirəm. Qızıl haqqında daha nələri bilmək istəyirsinizsə və qızıl yatırımında hansı növlərinə üstünlük verirsinizsə, bu barədə də fikirlərinizi şərh bölməsində qeyd edin. Növbəti videoda görüşənədək.